Səni örtüb cavan qarı, ay elimin milli varı, şəkimizin yadigarı, nənələrdən qalan payım, kəlağayım. Çox istərdim ki... Varam da sizin şeirlərinizə. Çox istərdim ki, Kəlağayı festivalı keçirilsin, nəinki Kəlağayı. Mənə elə gəlir ki, gülüş günü olmalıdır. Gülüş günü. Necə ki, Qabrovada keçirilir hər il. Mən istərdim ki, şəkildə də məhz Kəlağayı günü, gülüş günü keçirilsin. Biz düşünürük ki, Mədəniyyət Nazirliyimiz də bununla bağlı düşünsün. Çünki gözəl ideyadır. Bugün bizim Mədəniyyət Nazirimiz də çox diqqətlə gözəl işləyir. Bütün sənət aləmi ilə görüşlər keçirir. Mən bunu qeyd eləməliyəm. Teatr məkanlarında, universitetlərimizdə, yəni musiqimizə, mədəniyyətimizə bağlı olan hər yanda kollektivlərlə, insanlarla, sənətçilərlə görüş keçirir ki, kimin nə tövsiyəsi, nə iradı var. Və görürsünüz, yəni hər kəsin bilmək istədiyi, bəlkə təklifindən doğan gözəl fikirlər olacaq deyə çox hörmətlə bizim Mədəniyyət Nazirimiz bu fikirləri öyrənir və onu gedir, hansı uyğundur, onları həyata keçirirlər. Və mən bilirəm ki, bu günləri Mədəniyyət Nazirliyimiz dəstəkləyər ki, belə bir festival Şəkidə keçirilsin. Şəkidə çox festivallar keçirilir, onun da yeri var. Məncə Kəlağay da örpəyimiz çox gözəldir. Hansı xanım onu vursa, onun üçün onu daha da gözəlləşdirir. Zəriflik gətirir, qadınlıq ismətini simvolizə edən bir, yəni ki, həqiqətən başörtüydür. Artıq onu başı örtməsələr də qadınlar bu dəqiqə aksesuar kimi gəzdirsələr elə kifayət edir. Və xatırlayırsınızsa, bizdə belədir də, nənələrimizdə görmüşük, başını həmişə Kəlağayı örtüblər və Kəlağayını siz necə, məsəl üçün mən deyərdim ki, mən nənəm həmişə başı Kəlağaylı görmüşəm. Elin xeyir işlərinə güllü, rəngli Kəlağayını taxardı, amma hansısa bir yas mərasiminə gedəndə qara Kəlağayısı və bənövşə yelənli, ağ yelənli Kəlağayısını taxardı. Bu bir ismarınca idi, artıq bilinirdi ki, qadın hara gedir, hansı məclisə gedir və yaxud da ki, adicə o butaların üstündə olan küsülü buta. Xanım yoldaşından küsəndə o yarığı sararıyəm, küsəni küsmüşəm, incimüşəm. Sanki bir işarə idi. İstərdim ki, siz Kəlağay ilə bağlı nə düşünürsünüz? Bax, necə onu təbliğ ilə, əlinizdə təbii ki, çıxışlarınız var. Bu, yəni ki, biz görürük, izləyirik. Amma daha nə istəyirsiniz Kəlağay ilə bağlı neyini? Kəlağaydan Gülyaz xanım gözəl bir libasla tikdirmişdi. Çox gündəmdə oldu. Bugün də Gülyazın sosial şəbəkəsində profildə həmin o Kəlağaydan olan paltarla rəsmidir. Mən demirəm, hamı götürsün Kəlağaydan paltar tikdirsin. Kəlağayı Abır İsmət rəmzi kimi onu gərək elə həmişə gözəldir, uca tutaq. Ümumiyyətlə, biz xaricə gedəndə, ya bir qonağımız gələndə, xanım xatın, biz ona Kəlağay hədiyyə eləyirik. Ümumiyyətlə, burada da öyle ən gözəl hədiyyə, sənət yoldaşlarımızın, bir sevdiyimiz insan doğum gününə gedəndə ən gözəl hədiyyə Kəlağaydır. Gedirik, hər şeyə pul veririk, amma Kəlağaya niyə pul verməyək? Gəlin, etiraf edək ki, biz ciddi səhnədən başqa, siz həm də toylara gedirsiniz də, bugün toylarımızda qızlarımıza Kəlağayı hədiyyə olunsa, gəlinlərə artıq nişanlarımızda Kəlağayı Kəlağayın altında keçiririk məclislərə, nə bilim, Kəlağayı taxılır, hərisindəmi, nişanındamı, gözəl bir ənənədir. Mənim bacım bu yaxında nişan apardı oğlunu, nişan mərasimində ona Gülyaz getdi, həm hədiyyə olaraq, həm də gəlinə nişanda üzük taxma mərasimində Kəlağay hədiyyə elədi ki, qoy bunu salsınlar. Gəlinimiz Kəlağay ilə elə o gözəl əxlaqla gəlin gəlsin. Və ənənələri qoruyub saxlamalıyıq, bizim borcumuzu sonraki nəsillərə ötürməliyik. Əlbəttə. Mən sizə qadın xoşbəxtliyi arzulayıram ilk öncə. Səhnəmizdən əskik olmayın. Sağ olun. Yəni biz siz də bizim ölkəni xaricdə çox gözəl təmsil edirsiniz, bayrağımızı ucaldırsınız. Yəni, həqiqətən də qadınlıq adını şərəflə daşıyan xanımlardansınız. Çox sağ olun, bu bizim işimizdir, borcumuzdur, mədəniyyətimizə xidmətimizdir. Bəs biz mədəniyyət işçiləriyik, necə olmalıyıq? Mədəniyyətimizə layiqincə xidməti həm giyimimizlə, həm rəftarımızla, həm tələffüzümüzlə nümunəvi olmalıyıq, ifalarımızla, yəni milli gözəl giyimlərimizlə. Mən düşünürəm ki, Azərbaycan mədəniyyətini xarici ölkələrdə də təmsil etmək üçün bunlar hamısı vacibdir. Görüntü olaraq da Azərbaycançılığımızı, milli mənəvi dəyərlərimizi təqdim etmək üçün musiqimizi, muğamımızı, onlarda geyim, ifa hamısı bir-birindən vəhdət təşkil eləməlidir ki,
bu bizik, biz Azərbaycanlıyıq deyə biz bu cür özümüzü təqdim eləyə bilərik. Başqa cür yox ki, necə başqa formada Azərbaycanlıyam deyib səhnəyə çıxa bilərik, yəqin mən anladınız. Bugün təəssüf ki, bizim sosial şəbəkələrimizdə bunlar baş götürüb gedir. Təəssüf ki, bunlarla gündəmə gəlmək, reklamlarla, mən onları tənqid eləmirəm, onların öz fikridir, şəxsi işidir. Amma məncə biraz qadın deyərkən, qadının əxlaqı, isməti, avır, həya, gözəlliyi, xanımlığı, analığı, bacılığı, bir ailə qızı kimi bu cür özünü təqdim eləməlidir. O zaman qadın qiymətli olur, hörmətli olur. Mən belə düşünürüm. Bəlkə o digərləri məni qınıyar, onlar da dostumdur, canımdır, hamısı. Elə bilməsinlər, onların ünvanına daş atıram. Yox, hər kəsin öz şəxsi yanaşması var. Amma mən həyata bu cür baxdım, bu cür ailə tərbiyəsi gördüm, bu cür yanaşdım. Bugün də şadam, xoşbəxtəm ki, millətimə, mədəniyyətimə, nəinki Azərbaycanda, Azərbaycandan kənarda bu cür xidmət eləyirəm və onun tərifini də alıram. Çox sağ olun da, təşəkkürünü də qazana bilirəm. Keçən günlərdə Türkiyədə səhnədən sonra türk xanımlar mənə yaxınlaşdı ki, ya mən sana bayıldım, ya sənin elbisən də gözəl, heç bir yeri açıq deyil bunun ya, amma çox gözəl. Böyle də giyinmək olurmuş səhnəyə. Yəni qadın bununla demək istəyirdi ki, vacib deyil ki, açıq deməsə də, yəni bayıldıq, səsin, ifan və elbisən də gözəl. Yəni bu hamısı bir-birinə, o mənim üçün xoşdur da bu tamaşaçı fikri. Məni tanımır ki, yaxınlaşıb bu fikirlərini bildirəndə, onda mən öz adımdan çox Azərbaycan adına sevinirəm ki, bəli, mən Azərbaycanı bu cür təqdim eləyə bildim. Güzel. Sözün və səsin vəhdət tapdığı bu məkana, bu studiyamıza, təbii ki, Məzahir bəyin yaratdığı bu studiyaya arzularınız. Nə gözəl. Mən Məzahir müəllimin biraz öncə də studiya haqqında xeyir duasını verdim. Məzahir müəllim çox gözəl bir işə imza atıb. Bu studiyanı sözün və səsin vəhdəti olan SS As Online belə gedir studiyamızın adı. Mən təbrik eləyirəm, uğurlar arzulayıram. Mən düşünürəm ki, bizim sənət adamları üçün söz və səsini lentə almaq istəyənlər çəkilişlə burada birgə vəhdəti var. Onlar üz tutsunlar bura. Geniş və gözəl, ürəyimizcə bir məkandır. Rahatca həm səs yazma, həm çəkiliş eləyə bilərlər. Kənardan kamera gətirməyə ehtiyac yox. Hər tərəfli kameralarımız, səsin ahəngin, akustik nəzərdən baxılması, hamısı yüksək keyfiyyətlə nəzərə alınıbdır. Texniki, müasir texnika ilə, müasir ən son model mikrofonlarla tərtəmiz səsi ala bilən, hətta bayaq mən müsahibə verərkən gözəl kameralar, ən son model kameralar belə buradadır. Yəni burada biz gözəl klipimizi də çəkə bilərik, burada biz səsimizi də yaza bilərik, şeirlərimizi də səsləndirə bilərik. Necə ki, Aynur xanım kimi gözəl bir sənət, doğrudan da mənim sənət yoldaşım deyə bilirəm, ürəyindən sevdiyim bir xanım deyə bilərəm sizə. Həm şairə kimi, həm gözəl bir insan kimi, bacı kimi, həm də bugünkü günümüzdə pedaqogiya üzrə fəlsəfə doktoru olaraq sözünün, qələminin gözəl sətirləri, qüdrəti, qüvvəti, kəsəri, onlardan gözəl nə var? Heyranam sizin şeirlərinizə, ürəyinizə. O, hamısı ürəyin tellərindən necə bizim musiqimiz süzülüb gəlir. O da sizin ürəyinizin tellərindən gələn, yaşadığınız, yaşananları, sətirləri alıb və gözəl şeirlər təqdim eləmək və o həm də bizim musiqimizə çox yaxın şeirlər olduğu üçün bizim üçün çox önəmlidir onlar. Elə şeirlər var, nə gözəl yazarlarımız var ki, bəzən şeirləri mahnı mətninə getmir, amma sizin şeirlərin demək olar ki, əksəriyyəti mahnı mətnində öz yerini tapır. Mənim üçün çox xoşdur. Mən tamaşaçılarımıza onu deyə bilərəm ki, toy düyün məclislərimiz üçün, xına yaxtılarımız üçün, istərsə də vətənpərvər ruhda, istər sevgi, həyatı mövzularda Aynur xanımın çox gözəl şeirlərinə mən son vaxtlar müraciət edirəm və sevirəm sizi. Gerçəkdən sizi sevirik. Həqiqətən elimizin fəxri siz qürurusuz.
Yaxşı ki sizi tanımışam. Çox sağ olun. Və Zahir müəllimə də uğurlar arzulayıram və bu məkanda bütün sənət adamlarına yaratdığı şəraitə görə çox sağ olsun deyirəm və bir də onu qeyd edeyim ki, əsas da studiyaya gələndə bizim üçün önəmli olan həm avadanlığın yüksək keyfiyyəti, həm də səs rejissorunun professionalı peşəkarlığıdır ki, ona görə mən Rəşadət bəyi də burada görüncə çox şad oldum, çox sevindim. Çünki bizim solo konsertimizi işləyən də Rəşadət bəy olub. Bir neçə mahnılar onun studiyasında lent almışdıq. Amma bugün Rəşadət bəy üçün də gözəl bir şərait yaranıb. Burada geniş və gözəl bizim üçün də yaranıb. Bütün sənət dostlarımı dəvət edirəm ki, həqiqətən gəlsinlər, gözəl mahnılarını, ürəyindən keçən ifalarını yazsınlar, lent alsınlar. Yaşayan o olacaq. Gözəl. Biz hələlik bizi izləyənlərə elə hələlik deyirik.